Peyğəmbər gəlib deyib ki, yalan danışma, böhtan atma, qeybət eləmə, uğurluq eləmə, adam öldürmə, zina eləmə və s. ailə dağıtma, mərd məzarçılıq eləmə. Bunu bütün dinlər deyir, bunu bütün insanlıq zaten belə deyir. Bu qeyri-adi burada nə var ki? Peyğəmbərlər gəlirlər, həm onun sirrini açırlar. Belə eləmə, amma Allaha xatir. Niyə olmalı? Nəticəni deyir, əsas yəni o keyfiyyət olmalı deyə orada. Mən yalan danışmıram, çünki mənə yalan danışsalar, acığım gələr. Xoşuma gəlməz. Xoşuma gəlmir. Bunu götürüb əldə getmək olmaz axı. Cəhənnəmə gəlsin kimisi xoşuna. Mənim işim getsin. Yeri gələndə belə deyərəm də, işim getsin deyə. Amma bunun sirrini öyrədən də sənə ki, Bu Allaha xatir dünya olmalıdır. elə-belə dünyadır.